Zərdüşt inancına görə insanlar öləndən sonra mühakimə edilmək üçün eyni İslamdakı Sirat körpüsünə oxşar bir formada Çinvat körpüsündən keçməlidir. Həyatda yaxşı ilə pis arasında verdikləri qərarlara əsasən onların ruhları 3 ünvandan birinə gedəcək. Aşaları daha çox olanlar körpüyü tam keçərək cənnət deyə biləcəyimiz mahnılar evinə, durucuları daha çox olanlar körpüdən aşağı düşərək yalanlar evinə, yaxşılıqla pislik sayı tam bərabər olanlar isə Hamistagan adlanan yerə gedəcəkdir. Zərdüştlərin Frasho Kereti adlandırdığı qiyamət günü inancında yaxşılıq və pislik arasında davam edən mübarizənin sonlarında pislik son hücuma keçəcək, Əhrimanın tabeçiliyindəki Azidə Hakə azad olub dünyanı məhv etməyə çalışacaq. Amma ən sonda Məsih tərzində bir fiqur olan Sauşyant doğulacaq, bütün ölüləri son mühakimə üçün dirildəcək. Ən sonda uzun mübarizədən sonra yaxşılıq və işıq qaranlıq üzərində qələbə qazanacaq. İlahilər dünyadakı metalları əridəcək və dünyada metaldan ibarət çay əmələ gələcək. Yaxşı insanlar yanmadan bu çaydan sağ çıxa biləcəyi halda, yaxşı olmayanlar yanaraq günahlarını təmizləyəcək və saflaşacaqlar. Sauşyant və Hörmüzd sonuncu dəfə öküz qurban edəcək və bütün insanlar ölümsüz olacaq.